Bugün sizə ABC Akademi Camal və Könül müəllimənin çıxardığı test kitabından 40 sınaqdan sınaq nömrə 1 test 7-nin izahını verəcəm. Deyir, DNT molekulunun müəyyən bir hissəsində olan nükleotidlərin 4-ü 4 ədəd rabitənin, digər isə 5 ədəd rabitənin əmələ gəlməsində iştirak edir, yəni rol oynayır. Bu sahədə sintez olunan məlumat reytingdə maksimum neçə növ kodlaşdırıcı triplet ola bilər? Deməli, biz qeyd götürməliyik. Hansı ki, qeyd məktəb kitabında yazılı şəkildə deyil, şəkil formatında verilib. Adeninlə timin zəncirin başlayan və yaxud da bitirən amin turşular olarsa 3 dənə yerləşəcəkdir. Necə deyərlər, rabitə əmələ gətirəcək. Ortada olarlarsa 4 ədəd rabitə əmələ gətirəcək. Sitozinlə guanin isə əvvəldə başlasa 4 rabitə ilə, ortada olsa 5 rabitə ilə. Bizə deyir ki, əvvəldəki 4 dənə, yəni əvvəldə demir də, deyir 4 dənəsi 4 ədəd rabitə əmələ gətirir. Bunun 4 dənəsi 4 rabitə əmələ gətirirsə, bu deməli başlayan və bitirən amin turşular olmalıdır. Hansı ki, biz bilirik ki, başlayanda 4 dənəsi olan kim sayılacaqdır? Sitozindən guanindir. Gördünüz 4 ədəddir. Zəncirin ortasında nə qədər var bilmirəm. Amma ortada olanlar 5 dənəsini əmələ gətirirsə, yenə sitozindən guanindən ibarətdir. Bu DNT molekulunun müəyyən hissəsi yalnız sitozin və guanindən ibarət olsa, mənim 2 ədəd nükleotidim var. Nükleotidlər də bizdən deyir, bu sahədə sintez olunan məlumat reytingdə maksimum neçə növ kodlaşdırıcı triplet olar? Bu zaman triplet deyirsə, nükleotidlər 3-3 birləşir. O zaman 8 dənə yaradacaq. Cavab Y variantı.